Sabahın xeyir Azərbaycan. Gəlin birlikdə maraqlanaq. İnsanlar Azərbaycan dilində müasir mahnılara qulaq asırlarmı? Yox. Hansı dildə qulaq asırsınız sən çox? İngilis dilində yoxsa rus dilində? Azərbaycanca sadəcə retro mahnılara əsasən qulaq asırıq. Bəli, öz mahnılarımıza elə qulaq asırıq. Başqa mən xoşlamıram xarici mahnılar və yaxud da ki, türk mahnıları. Öz Azərbaycan mahnılarımızı ən çox da ki, xalq mahnılarını daha çox sevirəm. Xeyr, qulaq asmıram. Ancaq köhnə mahnılar qulaq asıram. Sözlərin mənası yoxdur. Musiqi necə gəldi bəstələyirlər. Səviyyə aşağıdır belə deyək. Yaxşı, bəs adətən nəyə qulaq asırsınız? Keçmişdə olan o klassik öz musiqimizə qulaq asırıq. Bir də başqa ölkələrdən də olan mahnıları dinləyirik. Bəli, qulaq asıram. Ən çox hansı mahnılara? Ən çox müasir estrada qanırım və müasir toy mahnılarına. Xeyr. Bəs nəyə qulaq asırsınız? Mahnı zövqüm biraz qarışıq. Çox az sayda demək olar ki, ən çox retro musiqilərə üstünlük verirəm. Daha çox yeni gənc nəslin dinlədiyi musiqilərə daha çox üstünlük verirəm. Əslində müasir yox, mən də çox retro dinləmək istəyirəm. Müasirlərdən də bəzən elə olur ki, Mir Yusuf falan qulaq asıram. O da çox da müasir dinlədiyim yoxdur əslində. Azərbaycan dilində müasir musiqilər qulaq asıram böyük məmnuniyyətlə, xüsusən bizim klassik bəstəkarlarımızın Səid Rüstəmov, Tofiq Quliyev, Cangir Cangirov, bəziləri ilə də şəxsən tanış olmuşam. Ramiz Mirişli. Son 20-30 ildə kim ortaya çıxdı? Eldar Mənsurov dostumdur mənim. Sonra Səmədzadə xanım. Bir də o qadın var, həm şairdir, həm bəstəkardır. Onun mahnıları. Ancaq bizim gözəl Süleyman Ələsgərovu unutmaq olarmı? Siz retrodan danışırsınız. Bəs müasir mahnılar necə? Sizin zövqünüzcədir? Müasir mahnılar çox da yaxşı müasir mahnılar yoxdur. Daha çox mən türk mahnılarına qulaq asıram. Ona görə də Azərbaycan mahnıları daha çox köhnə stilli mahnılara qulaq asıram, retro musiqilərə. Zövqümə əsasən isə niyə qulaq asmayım? Rapə qulaq asıram. Azərbaycan dilində qulaq asırsınız rapə? Xeyr, qulaq asmıram. Səbəb? Deyərdim ki, bayağı sözlər çoxdur mahnılarımızda. Kifayət qədər zövqü olan insanlar deyərdim ki, Azərbaycan mahnılarını artıq dinləmir və daha çox həm ritm olaraq, həm sözlər mahiyyətcə daha mənalı olan mahnılara üst tuturuq. Demirəm heç yoxdur, var, çox azdır. %1 kimi mahnı tapanda bəli, onu dinləyirik və daha çox təbii ki, bizim korifey musiqilərimizi dinləməyə üstünlük veririk. O isə daha çox xarici ölkələrdə olanda, daha çox qürbətdə insan bəli, vətən musiqisini dinləmək istəyir. Amma özümüzdə olanda təəssüflər olsun ki, normal bir mahnımız yoxdur ki, biz onu açıq dinləyək və ondan zövq alaq. Hamısı oxşar, bayağı sözlər və təəssüflər olsun ki, cəmiyyətdə də çoxluq bu bayağı mahnılara daha çox qulaq asırlar. Bu da artıq müəyyən dərəcədə mədəni və estetik zövqümüzün nə dərəcədə gerilədiyinin əyani sübutudur.